Gəncə şəhərində Yaşad Fondunun, Asan Xidmətin, İnnovasiyalar Mərkəzinin, Bilim Bakı Mərkəzinin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti, Göygöl rayon İcra Hakimiyyəti, Asan Könüllüləri Təşkilatının dəstəyi və Ziraat Bank Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin sponsorluğu ilə Bilimdən Zəfərə layihəsi həyata keçirilib. Layihə Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaş arasındakı 90-dan çox şəhid övladını əhatə edib. İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, maarifləndirici intellektual oyunlar reallaşdırılıb. Bilim şou nümayiş etdirilib. Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.